Bugün Şuşada Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Azərbaycanın təşəbbüsü ilə baş tutan görüşdə Prezident İlham Əliyev, digər dövlət və hökumət başçılarının çıxışları olub. Sonra Qarabağ bəyannaməsi imzalanıb. Müxtəlif vaxtlarda Qarabağı ayrı-ayrılıqda ziyarət edən dövlət başçıları bu dəfə birlikdə qeyri-rəsmi zirvə toplantısına təşrif buyurub. Müzakirə olunacaq məsələlər çoxdur. Odur ki, Prezident İlham Əliyev qonaqları qarşılayaraq yerini tutmağa dəvət edir. Türk Dövlətləri Təşkilatı türk dilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yönələn beynəlxalq hökumətlər arası təşkilatdır. Azərbaycan təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var. 3 dövlət isə müşahidəçi statusundadır. Təşkilatın görüşləri müxtəlif illərdə, müxtəlif ölkə və şəhərlərdə baş tutub, eləcə də ölkəmizdə elə bu dəfə də ev sahibliyini Azərbaycan eləyir. Görüş Şuşa şəhərində baş tutur. Zirvə görüşündə Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının prezidenti Sadır Japarov, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev iştirak etdilər. Tədbirin özü qədər keçirildiyi yerdə bir o qədər önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı Türk Dövlətləri Təşkilatını ilk dəfə qəbul edirdi. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Bu il Azərbaycan COP29 konferansına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29'a dəvət edirəm. COP29'a sədriliyi və bu tədbirin Bakıda keçirilməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. Tədbir iştirakçıları təşkilata üzv olan ölkələrin əməkdaşlığının regional və qlobal təhlükəsizliyə dəyərli töhfəsindən, qarşıda duran beynəlxalq çağırışlardan, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətindən danışdılar. Bugün burada bulunmamız gerçekten bir tarihi olay. Onun için Türk Devletleri Zirvesi'nin burada düzenlenmiş olması çok anlamlı Türk dünyası adına. Ben tekrar Türk dünyasının bu bayramını tebrik ediyorum. Azerbaycan'ın bu zaferini tebrik ediyorum. Görüş sonrası vaxtilə qardaş Türkiyə ilə məhz Şuşa bəyannaməsinin imzalandığı yerdə indi tarixi Qarabağ bəyannaməsi qəbul edildi. Beləcə iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə müzakirələri əhatə edən görüş başa çatdı. Sonda dövlət və hökumət başçılarının iştirakı ilə türk dilli dövlətlərin daha da güclənməsinə, əməkdaşlığına, birliyinə töhfə verəcək Qarabağ bəyannaməsi imzalandı. Rəqsanə Qasımzadə, Sərxan Daşdəmirov, İTV Xəbər, Şuşa.